Peyğəmbərimiz sallallahu əleyhi və səlləm ki, bütün peyğəmbərlərin nəsihəti idi, sözü idi. Əgər utanmırsansa, həya eləmirsənsə, nə istəyirsən elə. Yəni, artıq səndə həya yoxdursa, sənə öyüd də təsir edən deyil. Böyük sözü də təsir edən deyil. Allahın ayəsi də sənə təsir edən deyil. Peyğəmbər sallallahu əleyhi və səlləm nəsihəti də sənə təsir eləməyəcək. Heç kəsin. Yəni, səndə artıq həya qalmayıb, abır qalmayıb, hörmət qalmayıb başqalarına. Yəni, bu da biz müsəlmanlara yaraşan bir sifət deyil. Ona görə hər birimiz çalışmalıyıq ki, yəni həyanı qoruyub saxlayaq. Xüsusən də qadınlar. Qadınlar bu günləri yəni, görürsünüz ki, vəziyyət nətərdir. Yəni, qadın xüsusən həyalı olmalıdır. Əlbəttə, kişiyə də fərqi yoxdur onun. Amma qadınların həyatının getməsi lap pis olur. Nəyə görə? Çünki o ailəni də dağıdır, cəmiyyəti də dağılır, hər şeyi. Və hər bir kəs, insan yəni, öz danışığını bilməlidir, öz yəni, ədəbin, əxlaqın qoruyub saxlamalıdır. Və bu bizə zərərdir. Yəni, bəzisi deyir, sənin neyvə qalıb. Yəni, yox, neyvə qalıb. Bir var ki, onun öz şəxsi işi olar, o başqa məsələ. Amma bir var ki, ümumiyyətlə, o söz şeylə davranış, o əxlaq, o həya bizim hamımıza təsir edir, bizim gələcəyimizə təsir edir. Və əlbəttə, biz onları nəsihət eləməliyik, danışmalıyıq. Ən birinci insan özü çalışmalıdır. Söz yox, hər bir məsələdə. Gerək insan özü çalışsın, özü əxlaqlı olsun, özü düz olsun. Birinci ona çalışmalıdır. Və özünüz bilirsiniz ki, danışıb, deyib, əməl eləməmək nədir? Yəni ki, o olmaz. Nətər ki, Resulullah sallallahu aleyhi və səlləmin hədis şərifində buyurur ki, sizdən əvvəlkilər nədir? Biri cəhənnəmdə görürlər ki, bir nəfər bağırsaqları da yerə sürünərək o quyudan su çıxartan uzun qulaq olaraq fırlanır belə. Gör, biri hələ fırlanır. Deyirlər, bəs sən bizə nəsihət edirdin. Yəni, bizə bu yolu göstərdin, doğru yolu. Sən də deyir, sizə deyirdim, ancaq özüm əməl eləmirdim. Belə birinci, biz özümüz əməl edəyik o əməllərə.